İnsanın ən böyük düşməni özünü sevməməsidir, həyatı sevməməsidir, bədənini sevməməsidir. Bu şeylərin hamısını özünüzdə təmizləyin. Dünya görüşünün nəticəsində olacaq bu şeylər. Birdən-birə yalandan mən özümü sevirəm, bədənimi sevirəm, mən nə gözələm, nə qəşəngəm, quru deməklə yox. O həqiqətən müsbət, pozitiv emosiyadan dolmalıdır ki, yəni körpə uşaqlara baxın da, görün onlar necədirlər, necə şəndirlər, necə vecdəni deyil aləm. Sonra böyüyürük biz, o uşaqlıqda olan o şənliyimiz, heç nə vecimi olmamamız bizə artıq başlayırlar, ay sakit dayan, orada dayan, burada dayan, part arxasında otur, dinmə, danışma, sus, elə deməzlər, belə deməzlər, elə eləməzlər. Və bunlar hamısı yığılır, axırda biz matrisaların içində əli qolu bağlanmış, ruhundan qopmuş, öz istəklərinə tərs, ruhuna tərs yaşayan bir varlıqlara kütləyə çevrilir. Bozuntul və rəngsiz bir həyat. Eyvah, Süleyman. Gel, şu saatten masa burada. Gelmişsin adamı sen. Ala göz şimdi söz yumacağım. Ben sana yalan.